Milli mədəni irsimizin təbliği məqsədi ilə Kəlağayı bayramı Azərbaycan Kəlağayısı gününə həsr olunan konsert təşkil edilib. Tədbir çərçivəsində Kəlağayı Muzeyinin eksponatlarından ibarət sərgi də nümayiş olunub. Üzerimdə gördüyünüz Kəlağayı Baskal istehsalı Ağzəmin yelənli Kəlağayısıdır. Kəlağayı sadəcə geyim elementi deyil, həm də ismət, gözəllik və ailə dəyərlərini özündə əks etdirir. Kəlağayı mədəniyyətimiz, tariximiz və yaraşığımızdır. Ulu nənələrimizin ismət örpəyi, nişanlı qızların qismət örpəyi, qada yatıran qeyrət örpəyi Kəlağayımızın günüdür bugün. Elə Kəlağayının Azərbaycan mədəniyyətindəki yerini, milli kimlik və zəriflik simvolu kimi əhəmiyyətini geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə Kəlağayı bayramı keçirilib. Mirvari Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində toxuculuq ənənəsinin canlı nümayişi, cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Kəlağayı Ev Muzeyinin direktoru Güllə Eldar Tomarlı bildirdi ki, bu sənətin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfədir. Kəlağayı bizim milli dəyərlərimizdir. Qorumalıyıq, gələcək nəsillərə çatdırılmalıyıq. Kəlağayını örtən xanımlar, özlərinə yaraşdıran xanımlar həm nümunəvidir, həm örnəkdir, həm bir məsuliyyətdir, həm də ulu nənələrimizin ruhunun sevincidir. Ona görə ki, bu Kəlağayıda o qədər sir var, o qədər sehr var, o qədər mehr var. Təbiət hadisəsidir. Tədbir Azərbaycan qadınının zəriflik və mənəvi güc rəmzi olan Kəlağayının təntənəsi kimi yadda qaldı və ölkəmizin qədim ipəkçilik irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə oldu. Diana Cəlali, Əfqan Bayramov, Spice xəbər.